Hörmətli müəllimlər, dəyərli valideynlər, əziz şagird yoldaşlarım. Bugün gələcəyin işığı FM radiosunun efirində gələcəyimizi formalaşdıran, seçimlərimizi istiqamətləndirən və həyat yolumuza real zəmin yaradan mühüm bir mövzu ətrafında danışacağıq. Söhbət peşə təmayüllü siniflərdən əmək bazarına inteqrasiya imkanlarının və məktəbimizin bu istiqamətdə həyata keçid bir mühüm təbəssümü gedir. Mən Lənkəran rayonu Yuxarı Nüvədi Kənd Tam Orta Ümumi Təhsil Məktəbinin 7B sinif şagirdi Əzimova Zəhra. Bugün sizinlə birlikdə təhsil pratik yönümlü modelləri bacarıq, əsas öyrənmənin üstünlükləri və məktəbimizin fəaliyyətini göstərən kompüter operatorları və telefon təmini ixtisarları barədə ətraflı məlumat bölüşəcəyəm. Əziz dinləyicilər, müasir dövrdə təhsil sistemi yalnız nəzəri biliklərin ötürülməsi ilə məhdudlaşmır. Qlobal əmək bazarının tələbələri dəyişir, texnologiya sürətlə inkişaf edir, eyni peşələr yaranır, bəziləri isə aktuallığını itirir. Bu reallıq təhsili strategiyaların yenilənməsi zəruri edir. Məhz bu kontekstdə peşə təmayüllü siniflərin xüsusi əhəmiyyət daşıyır. Peşə təmayüllü siniflərin ümumi orta təhsil yanaşı şagirdlərə kontekstdə sahə üzrə pratik bacarıqlarını qazandırmaq hədəfləri. Bu modelləri şagirdlərin maraq və qabiliyyətlərini erkən mərhələdə müəyyənləşdirir, onların gələcək ixtisarların seçiminə daha da sistemli şəkildə hazırlayır. Burada əsas prinsip nə zərəri bilikləri pratik təcrübələri vəhdətidir. Elmi yaşanmayan əsas bacarıq əsaslı təlim modelinin şagirdlərin analitik düşünmə problemləri həll etmə, qərar vermə və tətbiq fəaliyyətlərinin qabiliyyətlərini inkişaf etdirir. Bu isə əmək bazarında qabiliyyətlərini əsas göstəriciləridir. Statik göstəricilər o deməkdir, əsas verir ki, texnologiya və informasiyalar üzrə ixtisarların tələbatları ildən ilə artır. Rəqəmsal informasiyalar prosesi nəticəsində informasiya kommunikasiya texnologiyası, proqram təminatı, texniki servis və elmi elektronlardan istifadə etmə plomber sərhədlə çevrilmişdir. Bu tendensiya gənclərin peşə seçimlərindən texniki sahələrdə marağını artırır. Məhz bu istiqamətdə məktəbimizin fəaliyyət göstərən peşə təmayüllü siniflərin mühüm rol oynayır. Xüsusilə də kompüterlərin operatorları və telefon təmirlərinin ixtisarları şagirdlərin həm nəzəri bilikləri, həm də real pratikləri bacarıqlarını artırır. Kompüter operatorları ixtisarları çərçivələşmiş şagirdlərə kompüterlərin quruluşu, əhəmiyyətlərin sistemidir və ofis proqramları, məlumatların emal rəqəmsal sənədləşmə, printeri və digər perifansiya quruluğu istifadə edərək kimi mövzuları mənimsəyir. Bunlara yanaşı informasiya təhlükəsizliyi, fayl sistemlərindən şəbəkə əsaslarını və texniki xidmətlərin prinsiplərindən tədris olunur. Bu ixtisar şagirdlərin təkcə texniki bacarıqlarını qazanmır, eyni zamanda sistemli düşünməyə və operativ fəaliyyətlərin vərdişlənməsi formalaşdırır. Müasir idarə etmə biznesi və dövlət strukturlarında kompüter biliklərinə artıq zəruri komplekslər hesab olunur. Bu sahədə ilkin təcrübə əldə etmək gələcək kariyer imkanlarını genişləndirir. Digər mühüm istiqamət isə telefon təmin iqtisadıdır. Mobil cihazların müasir həyatında ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Smartfonlar funksiyaları artdıqca onların texniki və servis xidmətlərində ehtiyacı yüksəlir. Telefon təmir sahəsi pratik bacarığı, diqqətlilik və texniki analizləri tələb edir. Bu ixtisas çərçivəsində şagirdlərin mobil cihazların daxili quruluşu, mikrosxemlərin enerji bloklarını, disiplin dəyişimi proqramlarının təminatını yeniləməsi və nasazlıqların diaqnostiki ilə bağlı birlikdə əldə edirlər. Pratik məşqlərə və əsas real avadanlıqlar üzrə işləmə imkanı olan peşə bacarıqları möhkəmləndirir. Peşə təmayüllü siniflərin üstünlükləri bir də şagirdlərin əmək bazarında daha hazırlıqlı çıxmasıdır. Orta məktəbin bitirdiklərindən sonra ali təhsili davam etməklə yanaşı əldə etmiş bacarıqların əsasında ilkin əhəmiyyət fəaliyyətlərinə başlamaq mümkündür. Bu isə həm iqtisadi müstəqillik, həm də şəxsi inkişaf baxımından əhəmiyyətlidir. Bundan əlavə pratik yönümlü təlim şagirdlərin məsuliyyət və intizam əmək mədəniyyətini formalaşdırır. Hər bir texniki əhəmiyyətlərin diqqət, dəqiqlik və sistemli yanaşma tələb edir.
Bu keyfiyyətlər yalnız peşə fəaliyyətləri deyil, gündəlik həyatda mühüm rol oynayır. Əziz şagird yoldaşlarım, peşə seçimi həyatımızın ən vacib qərarlarından biridir. Bu seçim təsadüf deyil, şüurlu və əsaslanmış olmalıdır. Peşə təmayüllü siniflər bizə öz potensiallarını erkən mərhələdə kəşf etmə imkanı yaradır. Kiminiz texniki səyahət, kiminiz isə humanist istiqamət, kiminiz isə yaradıcı peşələrə maraq göstərir. Əsas məsələ maraq və bacarıqların uzaqlaşdırılması, məktəbimizdə kompüter operatorlarının və telefon təmin ixtisarlarının fəaliyyət göstərməsi böyük üstünlükdür. Bu regionda texniki sahəyə marağı olan şagirdlər üçün real imkan yaradır deməkdir. Bu təlim prosesləri yalnız nəzəri müalicələrdə məhdudlaşmır. Pratik məşqlərin laboratoriya fəaliyyətlərində və real strukturları üzərində həyata keçirilir. Müasir texniki avadanlıqların artıq əlavə üstünlük deyil, zərurətdir. Rəqəmsal bacarıqların dövlət proqramlarında proyektor kimi istiqamətlərdə müəyyən olunmuşdur. İnnovasiya və texnologiya əsaslarının iqtisadiyyatının qurulması üçün ixtisaslı kadr potensiallarına vacibdir. Bu baxımdan peşə təmayüllü siniflərin strateji əhəmiyyəti daşıyır. Valideynlər üçün bu da mühüm bir fürsətdir. Övladları həm təhsil alması, həm də kontekstdə peşə bacarıqlarının yiyələnməsi gələcək perspektivlərini genişləndirir. Təhsil və peşəli bacarıqları paralel inkişaf gələcəyin sosial adaptasiyanı anlaşdırır. Hörmətli dinləyicilər, peşə təmayüllü siniflərin yalnız əmək bazarından çıxış vasitəsi deyil, həm də özlərini inamın formalaşmasını platformalaşdırır. Şagird real nəticə gördükcə, müəyyən texniki problemləri həll etdikcə, kompüter sistemini qurduqca və ya mobil cihazları təmin etdikcə öz bacarığına inamı artır. Bu inam gələcəyin uğurla artmasını kəşf edir. Gələcəyin mütəxəssisləri kimimiz, mühəndisimiz, kimimiz proqramçı, kimimiz isə texniki ekspertlər olacaq. Bu yolun başlanğıcı isə məktəbdən keçir. Peşə təmayüllü siniflərin həmin başlanğıcında da sistemli və məqsədyönlü edir. Mən Əzimova Zəhra bu günki verilişdə peşə təmayüllü siniflərin əhəmiyyətlərindən və məktəbin fəaliyyət göstəricilərini, kompüter operatorları və telefon təmin ixtisarlarını barədə geniş məlumat təqdim etdim. Ümid edirəm ki, bu məlumatlar hər biriniz üçün düşünməyə və plan qurmaq baxımından faydalı oldu. Gəlin gələcəyimizin təsadüflərinə baxmayaraq, bunları maraqlandırmaq və araşdırmaq, bacarıqlarımızı inkişaf etdirmək və seçimlərimizi məsuliyyətlə edək. Çünki dövlət savadı və peşə vətəndaşları formalaşdırır. Diqqətinizə görə təşəkkür edirəm. Gələcəyin İşığı FM radiosunun növbəti buraxılışında yenidən görüşmək ümidi ilə hər birinizə uğurlar arzulayıram.